Bir dənə evə bəyənən işarəsini basın, hörmətli izləyicilər. Bu yağışlı havada sizə gəlmişəm. Novxanada qəşəng bağ evi çəkib göstərməyə. 12 sotdadır ya. 12 sot. Yerdəki hamınız istəyirsiniz dəniz yolu. Kalyon restoran var ya, Kalyon. Yəni restoranlar küçəsi də hamınız bilirsiniz, dənizə gedən yol. Oradan Kalyondan bu bağa 560 metrdir, spidometrdə bax. Yoxsa 500 də demirəm, 560. Evimiz 2 mərtəbə, monolitli, əşyalı. İndi deyirsiniz ki, bunun həyəti bundan ibarətdir. Yox qardaş, göstərəcəm. Yağışlı havada görsən, dedim ki, çəkək də, çəkək gəlsinlər, alsınlar. Giriş qapısı. Bir dənə fırlanın zəhməti olmasa, burada bax, üstü bağlı yay mətbəxidir. Cam balkonla bağlaya bilərsiniz. Yeri də isti poldur. Bax, mətbəx üçün. Fikir verir. Bura kladovkasıdır. Burada sanuzildir. Ehtiyac yoxdur onu çəkməyə. Bir dənə də teras şeyimiz var, verandamız. Bax. Burada isti poldur, qardaş. Nətərsən? 12 sotlu sənəd qaydasındadır. Torpağın da evində sənədi mövcuddur. Bax, burada da oturub dincəlmək üçün yeri var. Bax, tvistlərin üstü bağlı, qəşəng. Sənədlər qaydası, yer əla, lokasiya deyirlər də, konum. Konum əladır. Qapısına kimi asfalt, suyu da var. Qazı, su, işıq, hamısı qaydasında, interneti. Evimiz Belarusiya Kabançıq daşıdır. Düz dedi. İndi deyəsiniz bağı bağçası. Qardaş, varıdır bağı bağçası. Varıdır. Bağ ola bağı bağçası olmuyor. Gəl. Yaman yağır ha, yağış. Yağış yağdı, uçdu getdi quşlar. Sən də nətər dal yatmasın. Əla mahnıdır. Ərazi də ki, hamısı villalardır, qardaş. Bax, bağı bağçasına gəl. Rayon torpağından tutmuş, gətiriblər bu. Gəl. Gəl, qardaş, gəl. Bir dənə basen yoxdur. Yoxdur, canın sağ olsun, dəniz var. Gəl. Bax, bağı bağçası. Meyvə ağaçları. Orada kladovkalardır, əl damları. Evdəki burada göz qabağı, havalandırması zadı hər bir şeyi. Belarusiya Kabançıqdır. Aşağıda Ağlay daşdır. Hasardan ara, bu da qaz xətti. Hamısı qaydasında. Kombisi orada yerləşir. Gəl. Qiymət aşağıdan qeyd eləyəcəm qiyməti. Gəl. Gəl. Salonda ayama. Bura var ha. Buranı otaq kimi istifadə eləyə bilərsiniz. Bura belə deyək də, teraslı olubdur. Sonra cam balkonla bağlayıblar. Hamısı cam balkondur. Açılır. İsti poldur burada. Evimiz əşyalı satılır. 375 mindir. Aşağıda qiymətini yazacağam. Belə sözlə də deyirəm. Maraqlı gəldisə gəlin. Amma bir şey deyim ki, yəni bura çatıb zəng elib deməyin ki, burada qapının ağzındayıq, gələk baxaq evə. Çünki ev sahibi şəhərdə olur. Gərək zəng eləyək ki, gəlsin. Gəl. Koridor da isti poldur. Bir dənə otağımız var aşağıda, ona baxanda. O da qonaq otağı, budur. Buranın da döşəməsi parket. Yaxşı, indi sual verərsiniz ki, bu pəncərə buradan nə gəzir? Bunu da başı salında sizə. Ora cam balkon deyil, açıq idi. Bura nəzərdə oturmuşdu, belə teras kimi, oturub dincəlmək üçün. Yəni, ora yox idi. Ona görə də qapı pəncərə burada qalıbdır. Yəni, sualın cavabı budur. Burada 2 dənə pəncərəsi var. Yəni, istəsəz, buranı bağlaya bilərsiniz. Amma lişni şeydir, boş şeydir, mənasız şeydir. Gəl. 200 kvadratda belə deyək, alt üstü. Bura mətbəxidir. Mətbəx mebeli yaxşı vəziyyətdədir. Bu gördüyünüz mebeldir, bu xaladenlikdir. Bunlar hamısı qalacaq. Görək. Bura hamam tualetidir. Sonra. Deməli, bura, hörmətli izləyicilər,
Abi müşahidə kamerasıdır evimiz hamısı. Buradan məsəl üçün həm zapis gedir, yazı gedir. Həm də buradan baxmaq olur. İkinci mərtəbədə də 3 dənə yataq otağı və balkon. Gedək. Gəl qardaş, gəl. İkinci mərtəbənin 3 dənə otağı var. Bu birinci otaqdır. Detskidir. Birinci mərtəbə istipoldur, ikinci mərtəbə radiatordur. Mebeldə var, yığılıb və uyğundur. Bu valideyn yataq otağıdır. Belə pəncərələrini göstərirəm. Yəni o hissələr pedakonnikdir. Hamısı ağlay daşla düzənlib. Təbii qiymətdə, yəni elə bilməyin qiyməti. Başlanğıc qiymətdir. Tək ki siz bəyənin, qiyməti endirim olacaqdır. Gəl. Ha, 1, 2, 3. Bu da 3-cü otaqdır. Yəni otağa uyğun bax mebel yığılıb, belə qəşəng. Meşatçılığı yox. Buradan da indi balkona çıxmayacaq, damaş götürməmişik. Buradan elə bir dənə bax, balkonunu çək. Burada ağlaydı açdı belə. Çardağa da çıxışı var. Yəni yaxşı evdir. Yeri, lokasiyası vəbşə əladır. Yəni dənizin yanı deyirsiniz, dəniz yolu. Elə qəşəng rahat yolu var ki, çıxdın asfaltla qəşəng düz gəlib çıxırsan evin qabağına. Kim alsa Allah xeyir versin. Bəli. Hə, zəngimi 100 gözləyirəm. Zəng elə aşağı yeri olacaq qardaş. Olacaq. Qiymət 375 min də yazacağam demişim. Minnətdaram, sağ olun.